Salam, mən Orxan Bayramov, Çanqan Azərbaycan şirkətinin direktoruyam. Son günlər Çanqan Azərbaycan barəsində bəzi media platformalarında yayılmış məlumatlarla bağlı rəsmi açıqlama vermək istəyirəm. İlk öncə onu qeyd edim ki, yayılan məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur. Müştəri ilə aramızda lizinq müqaviləsi bağlanmışdır. Müştəri avtomobili ilkin ödənişsiz kampaniya çərçivəsində əldə etmişdir və bir aydan artıq avtomobil onun istifadəsində olmuşdur. Bu müddət ərzində müştəri yalnız bir aylıq lizinq ödənişini həyata keçirmişdir. Ümumiyyətlə bir məlumatı nəzərinizə çatdırım ki, müştəri avtomobili almağa gəldiyi zaman bir dostu ilə yaxınlaşmışdır. Həmin şəxs Vüqar bəyə taksi fəaliyyəti üçün müvafiq sənədin əldə edilməsində köməklik göstərəcəyinə söz vermişdir. Hətta müştəri ona 500 AZN vəsait də ödəmişdir. Sonradan dostu müvafiq sənədi əldə edə bilmədiyi üçün Vüqar bəy həmən şəxsi polisə vermişdir. Bunun da təsdiqini tapa bilərsiniz. Belə olduğu təqdirdə müştəri aylıq lizinq ödənişlərini ödəyə bilməyəcəyini anlamış və bununla bağlı bizə geri qaytarılma üçün müraciət etmişdir. Və yalnız ona məlumat veriləndən sonra ki, müqaviləyə xitam verilməsi üçün müştəri tərəfindən bizə ödəniş olunmalıdır. Belə ki, avtomobil bir aydan artıq müştərinin istifadəsində olub, sürülüb, ikinci əl statusunu qazanıb, müəyyən dəyərdən düşməyə məruz qalıb. Təbii ki, müştəri tərəfindən ödəniş olunmalıdır və bu da müqavilədə açıq-aşkar qeyd olunub ki, müştərinin öz təşəbbüsü ilə geri qaytarılma halı olarsa, dəyərdən düşmə müştəri tərəfindən ödənilməlidir. Bunu öyrənəndən sonra müştəri güya ki, avtomobildə texniki nasazlıqlar var və bunu əsaslandırmağa çalışmışdır. Lakin müştərinin avtomobili aldıqdan sonra servisə heç bir texniki nasazlıqla bağlı müraciəti olmamışdır. Avtomobilin geri qaytarılma yoxlanışı zamanı da avtomobildə heç bir nasazlıq aşkarlanmamışdır. Xatırladım ki, müştərinin servisə geri qaytarılma ilə bağlı müraciəti aldığı gündən 34 gün sonra olmuşdur və heç bir texniki nasazlıq aşkarlanmamışdır. Bütün bunlara baxmayaraq, müştəri öz öhdəliklərini yerinə yetirmək əvəzinə dövlət qeydiyyat nişanı, icbari sığorta, kasko sığorta üçün ödənilmiş vəsaitləri geri istəmişdir. Bunların heç bir hüquqi əsası yoxdur. Hazırda məsələ məhkəmə icraatındadır və hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcəkdir. Təəssüf ki, bəzi media nümayəndələri, televiziya nümayəndələri bizim mövqeyimizi bilmədən, məhkəmənin mövqeyini bilmədən, müqavilənin saxta olması, 14 gün ərzində geri qaytarılma, avtomobildə texniki nasazlıqlar var kimi əsassız iddialar irəli sürmüşlər. Həmin media qurumları məsələni araşdırmadan, etik prinsipləri gözləmədən, yalnız bir tərəfli qaydada məlumat təqdim etmiş, şirkətimizin rəsmi mövqeyi bildirilən məlumatları montaj edərək kəsmiş, yalnız qarşı tərəfin iddialarına yer vermişlər. Bu hərəkətlər nəticəsində şirkətimizin işgüzar nüfuzuna zərər dəymişdir və bu səbəbdən həm müştəri, həm də müvafiq media qurumları barəsində qanunvericiliyə uyğun qaydada hüquqi tədbirlər görülməyə başlamışdır. Yalan və təsdiqlənməmiş məlumatları yayan media qurumları barəsində işgüzar nüfuza dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Xüsusilə vurğulamaq istəyirəm ki, burada məqsədimiz hər hansısa bir qazanc əldə etmək deyil. Məqsədimiz əsassız və yalan məlumatları yayan şəxslərin, media qurumlarının məsuliyyətə cəlb olunmasıdır. İddiamız təmin ediləcəyi təqdirdə həmin vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaqdır. Təşəkkür edirəm.